9 Mart 2026-cı ildə 11-ci siniflərə düşən riyaziyyat sualları, yazı tipli sualların izahına baxaq. Deməli, başlayırıq. Birinci sualımızda deyir ki, 79-cu sualda aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada yola düşdü. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın 8 km/saat çoxdur. Və onlar C nöqtəsində görüşəcəklər. Ümumi məsafə bizdə 34 km-dir. Velosipedçinin, piyadanın sürətini x desək, velosipedçinin sürəti x plus 8 olacaq. A-dan C-yə gələnə qədər 24 km yol gəlib. Piyada isə məlumdur ki, onda biz ümumi yoldan 24 km çıxarıq, yerdə qalar 10 km. Və A-dan 24 km məsafədə olan C məntəqəsinə piyadadan 0,5 saat, yəni yarım saat tez çatdı. Biz bilirik ki, S bərabər V vur T düsturundan zamanı tapsaq, S bölünsün V olur. Bizdə velosipedçinin getdiyi zaman yol bölünsün sürət, piyadanın getdiyi zaman yol bölünsün sürət və bu fərq deyil 0,5-dir, yəni 2-də 1-dir. Bunun həllini mən burada yazmıram daha. Həlli belə olacaq ki, orta məxrəcə gətirməklə həll edəcəksiniz. Biraz uzun çəkəcək. 10 vurulsun x plus 8 çıxılsın 24 vur x bərabər 2-də 1. Amma yekun olaraq bunun cavabı 4 olur. Yerinə qoymaqla tapmaq olar, amma bu həll deyil. Vurub açandan sonra kvadrat tənliyin kökünü tapacaqsınız. Növbəti sualımız. Deməli, bunun cavabı oldu 4. Növbəti 80-ci sual. 24 nəfərdən ibarət işçi qrupunda olan qadınlar və kişilərin söhbət gedir. Qadınlar, bir də kişilər. Qadınların sayına x deyək, kişilərin sayı isə olacaq 24 çıxılsın x. Qadınların yaşlarının ədədi ortasını verib bizə 21, kişilərin yaşlarının ədədi ortasını verib 29. Ümumi ədədi orta isə hamısının yaşlarının ədədi ortası 26-dır. Biz bilirik ki, ədədi ortanı tapmaq üçün O yazdım. Yəni, ədədi orta bərabərdir. Ümumi yaşların cəmi bölünsün saya. Yəni, bizdə say var, ədədi orta var. Cəmi tapmaq üçün ədədi ortanı saya vururuq da. Yəni, 21 vurulsun x. Bu, qadınların ümumi yaşlar cəmidir. Üzərinə gəl, 29 vurulsun 24 çıxılsın x. Bu, kişilərin ümumi yaşlar cəmidir. Bölürük saya. Say 24 nəfərdir. O da bərabərdir ümumi ədədi ortaya. O da bərabərdir ümumi ədədi ortaya. Buradan alınır 21x, üstə gəl 29-u vururuq 24-ə, 696 çıxılsın 29x bərabərdir 26-nı da 24-ə vursaq 624. Buradan alınır 8x bərabərdir 72, x bərabərdir 9. Bu qadınların sayıdır. Bizdən isə qrupda neçə nəfər kişinin soruşur. Kişilərin sayı K yazmışdım, yəni 2 yazmışdım burada. 24-dən çıxıram 9-u, 15 nəfər. Növbəti kvadratik funksiyanın qrafikini görürük burada. Kvadratik funksiyanın qrafiki belə bir parabola çəkilib. Buradan bura düz xətt çəkilib, buradan bura düz xətt çəkilib və bu 90 dərəcə əmələ gətirir. Bu nöqtə A-dır, bu nöqtə də B-dir. Burada C-dir. Verilən kvadratik funksiya üçün AC-nin BC-yə perpendikulyar olduğunu verir və verib ki, BO bərabərdir 25 vurulsun AO-ya, CO-nu da bizə 5 verib. CO 5-dir, yəni bu nöqtə ki var, bura 0-5 nöqtəsidir. 5 yazıram elə. Orada biz düz bucaqlı, üç bucaq görürük. O üç bucağı çıxardıram kənara. Bura A-dır, bura C-dir, bura B-dir. Həmin o C-dən aşağı endirilən perpendikulyarı da görürük. Bu məsafə bizdə hündürlüyü 5-dir. BO, AO nöqtəsi də buradır. BO, AO-nun 25 mislidirsə, onda biz bura bir K desək, bura olar 25K. Düz bucaqlı, üç bucaqda hipotenuza çəkilən hündürlük üçün belə bir düsturumuz var idi. Hündürlüyün kvadratı bərabərdir. Ayrılan parçaların hasilləri, yəni proyeksiyaların hasilləri. Buradan K-nı tapırıq 1. Deməli, AO məsafəsi 1, OB məsafəsi isə 25 imiş. Bizdən nə soruşur? Parabolanın təpə nöqtəsinin absisi. Biz bir də parabolanı çəkək. Parabolamız bax bu şəkildə oldu. A nöqtəsinin koordinatları olur -1, 0. B nöqtəsinin koordinatları olur 25, 0. 25, 0. Bizdən nə soruşur? Deməli, təpə nöqtəsinin absisi. Bax, təpə nöqtə buradır. Bu təpə nöqtənin absisini soruşur. Təpə nöqtənin absisini tapmaq üçün elə həmin o sıfırları toplayıb 2-yə bölürük. Olur 12. Növbəti sualımız 82-ci sual.
Sualın şərtinə deyir ki, alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlıdır. Müxtəlif adlı bucaqların biz bilirik ki, cəmləri 180 dərəcədir. Sonra qamma və fi bucaqları isə eyni adlıdır. Yəni bunlar bərabər imişdir. Sonra qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Yəni 80%dir. O da 0,8 alfadır. Fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Yəni 120%, o da 1,2 betaya bərabərdir. Biz bilirik ki, qamma və fi bərabərdir. Onda biz bərabərləşdirsək 0,8 alfanı 1,2 betaya. Buradan biz alfaya 1,2 belə eləyək. Hər tərəfin 10'a vuraq. Olsun 8 alfa bərabərdir 12 beta. 4'ə ixtisar aparsaq qalar 2 alfa bərabərdir 3 beta. Biz alfaya 3k, betaya da 2k deyə bilərik. Və onların cəmləri 180 dərəcə olduğu üçün 3k üstə gəl 2k bərabər 180 dərəcə. K-nı tapırıq 36 dərəcə. Yəni 5k bərabər 180. K-nı tapdıq 36. Bizdən alfa və betanı soruşurdu. 3 vur 36 deməli 108 dərəcə. 2 vur 36 72 dərəcə. Cavab 108 və 72. Növbəti 83-cü sualımız 83. ABC üçbucağında ABC bucaq C-ni bizə verib 90 dərəcə. Bucaq C 90 dərəcədə. AD-nin tənbülan olduğunu verib. AD CD 2,4'dür. AB-ni verib 8,5. Bizdən ABD üçbucağının sahəsini soruşur. Məlum olmayan hissələrə A və B ilə işarə eləsək. Tənbülənin xassəsinə görə biz bilirik ki, A-nın 8,5'ə nisbəti 2,4'ün də B-yə olan nisbətinə bərabərdir. Çarpaz vursaq AB bərabərdir 8,5 vur 2,4 alınır. Bəs yaxşı, bu rəngli üçbucağın sahəsi necə tapılır? Rəngli üçbucağın sahəsi bu körbucaqlı üçbucaq olduğu üçün oturacağı B-dir. Vurulsun, bunun hündürlüyü xaricdə qalan bu A-dır. B vurulsun A bölünsün 2. Yəni tərəf vur, tərəfə bizdə AB 8,5 vur 2,4 idi. Bölürəm 2. İxtisar gedir. Qaldı 1,2 vur 8,5. 5 2'nin 10 0 1 yadda. 5 1'in 5 ola 1 6. 8 2'nin 16. 6 1 yadda. 8 1'in 8 ola 1 9 oldu. 10 tam deməli 10 tam 10'da 2. Doğru cavabımız 10 tam 10'da 2 olacaq. Növbəti 84-cü suala baxırıq. A və B nöqtələrini birləşdirən parçanın orta nöqtəsi ABC soxunun mənfi hissəsi üzərindədir. Deməli, baxaq. ABC, tutaq ki, parçamız budur. Bu A nöqtəsi fərqi yoxdur. Bu da B nöqtəsidir. Parçanın tən orta nöqtəsi düşür ABC soxunun mənfi istiqamətində. Parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün biz absisləri toplayıb 2'yə bölürdük. Və bir də ordinatı toplayıb 2'yə bölürük. Bunun ordinatı k kvadratla 32 çıxılsın 12k'dır. K kvadrat çıxılsın 12k üstə gəl 32 bölü 2. Bu parçanın orta nöqtəsinin koordinatlarıdır. Birinci ilə birincini toplayıb 2'yə bölürük. İkincini ikincini. İndi bu deyir ki, orta nöqtə, yəni bu C nöqtəsi ki var, ABC soxunun mənfi hissəsi üzərindədir. ABC soxu üzərində olduğu üçün parçanın, yəni ümumiyyətlə nöqtənin ordinatı 0'a bərabərdir. Yəni y 0'dır. Biz bunu 0'a bərabər edirik. Və mənfi hissədə, x isə mənfi hissədə olduğu üçün bunun absisi mənfidir. Yuxarıdakı bərabərsizliyə baxsaq, alınır k kvadrat çıx 8k üstə gəl 12. Hər tərəfin biz bu bərabərsizliyini 2'yə vursaq, alınar kiçikdir 0. Bu da bizə verir k çıx 2, k çıx 6 kiçikdir 0. İntervallara müraciət eləsək, müsbət, mənfi, müsbət. Bu bərabərsizliyin həlli 2, 6'dır. Bir də ki, verilən ikinci tənliyi həll eləsək, hər tərəfi 2'yə vursaq, alınar k kvadrat çıx 12k plus 32 bərabər 0. Bunu da k çıx 4, k çıx 8 şəklində vuruqları ayırsaq, kökləri 4 və 8'dir. Sadəcə cavabımız 2, 6 aralığında olmalıdır. Doğru cavabımız 4. Növbəti sualımız Venn diaqramında şəkil ad çəkmirəm, görünür. Deyir ki, kəsişmənin sayı B ilə A-nın fərqinin sayından böyükdür. Kəsişmənin sayını biz görürük ki, 3x üstə gəl 4'dür. Bu böyük olmalıdır 19 çıxılsın 2x-dan. X-ları bir tərəfə atsaq, alınar x böyükdür 3. Bu 1. Bizə nə deyir?
A ilə B-nin fərqinin ala biləcəyi, yəni 2x plus 5 var. Bunun ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tap. Biz bilirik ki, x-in ən kiçik qiyməti 3-dür. Bəs ən böyüyü necə təyin edək? Bax, buna əsasən. Biz bilirik ki, bunlar say olduğu üçün natural ədədlər olmalıdır və sayda mənfi ədəd yazıla bilməz. Ona görə 19 çıxılsın 2x-i biz müsbət götürməliyik. Burada mənfi 2x böyükdür, mənfi 19, işarə dəyişir, 9,5. Belə çıxır ki, bax bu 2-dən biz baxsaq, bu şərti ödəyən ən kiçik tam ədəd, natural ədəd, yəni 4-dür. Yazaram 2 vur 4, üstəgəl 5, 13. Bu şərti ödəyən ən böyük ədəd isə 9-dur. 2 vur 9, üstəgəl 5. Bu da 23 olur və bunların cəmin bizdən soruşur. Doğru cavab 36. Bu qədər. Çox sağ olun.